Salam. Bugün güvənilən qədim Romanın ilk 3 sualının izahına baxacağıq. Birinci sualından başlayırıq. Deyir ki, uyğun bəndi müəyyən edin. Roman tarixi dövrləri, padşahlıqdır, respublikadır, bir də imperiyadır. İkinci sualda deyir ki, uyğunluq pozulmayıb. İtaliyanı buzovlar ölkəsi adlandırırdılar. Veto qadağan edirəm deməkdir. Respublika xalq işidir, Senat Ağsaqqallar Şurasıdır. Deməli 1-ə getdi D, 1-ə D-nin olmadığı variantları çıxırıq. Zaten A qalır variantımız. Üçüncü sualda isə deyir ki, Roma şəhər dövlətinin salındığı ərazini müəyyən edin. Biz xəritədə adətən dənizlərlə götürürük ölkələrin asan tapılmasını, Qara dəniz və Aralıq dənizi, bir də Xəzər dənizi ilə. Amma İtaliya ilə də, yəni İtaliya ərazisini tapmaq da çox asandır, çünki burada kiçik bir sapaşkaya oxşuyur. Gördünüz? Yəni 4-dür cavabımız, deməli bu qədər.